Hər kəs yəqin ki xatırlayır. Bizim körpə Adil balamız var idi. Onu paylaşırdıq, canlılarda dəstək olurduq. Qalxın xərçəngindən əziyyət çəkirdi. Çox ağıllı, tərbiyəli, savadlı bir oğul idi. 15 yaşı var idi Adilimizin. Biz birlik olduq, əlimizdən gələn qədər birliyimizi göstərdik. Amma çox təəssüf ki, biz Adilimizi yaşada bilmədik. Dünən gecə haqq dünyasına qovuşdu, artıq dəfn olunur bugün. İnanın ki, sabah açılanda ilk xəbəri eşitmişəm. Hansı vəziyyətdəyim, hansı haldayım. Sözlə belə ifadə edə bilmirəm. Yəni yad insan deyəndə qan bağı olmayan biz bugün, yəni bu vəziyyətdəyizsə görünün də atasının anasını düşünün, atası anası nələr çəkir. Allah o dünyasını versin. Allah atasının anasına səbir versin. Çox çətindir, həqiqətən çox çətindir baladağa. Allah körpələrimizi qorusun, Allah balalarımızı qorusun. Adil bir mələk idi. Gəldi, köçdü. Doğmalarına Allah səbir versin. Çox əziyyət çəkdi, anası da, Adil də, atası da, ailəsi, yaxınları. Hər kəs səfərbər oldu Adil üçün. Çox təəssüf, çox təəssüf. O qədər inanımız var idi, o qədər ümidimiz var idi Adilin sağlayacağına. Allah rəhmət eləsin. Həqiqətən dilim də gəlmir deməyə. Allah o dünyasını versin. Allah atasının anasına səbir versin. Adilin dostları, sinif yoldaşları burada da. Hamısı boynu küçük. Həm yaşıddılar, həm dostdular.